dinləyicimiz soruşur ki, bankdan pul götürmüşəm, 500 manat aylıq məvacibim var, amma misal üçün məsələn təqribi yazıb ki, məsal üçün bankdan 1000 manat pul götürmüşəm, deyək ki. Belə olan halda mən deyək ki, o 500 manat maaş aldığım işdən bu bankın kreditini ödədiyim müddətdə azad edilsəm, bank mənə o işdən azad yəni işlədiyimə görə veribdir, o deyir krediti mənə. Bank mənə deyir müəyyən bir güzəşt və yaxud da ki, müəyyən bir müddət, mühlət vermə imkanı varmı ki, misal üçün mən yeni bir işə düzələnə kimi heç olmasa o krediti sonradan ödəməyə başlayayım? Bəli. Banklar tərəfindən ümumiyyətlə vətəndaşlara hansısa bir əsasla istir istehlak kreditlərinin verilməsi olsun, istir biznes kreditləri və s. vətəndaşlara, hüquqi şəxslərə və yaxud da fərdi sahibkarlara bu kreditlər verilərkən qanunvericiliyin birbaşa tələbidir ki, bankın belə deyim, öhdəliyidir ki, vətəndaşın gəlirlərini yoxlasın, mütləq şəkildə müəyyən eləməlidir. O dediyimiz 500 manatlıq əmək haqqı alıram, bunu yoğun olaraq kredit verilməsi isə ondan ibarət ki, icra haqqında qanuna əsasən şəxsin aldığı əmək haqqından tutulmaların maksimal məbləği var və bank tərəfindən məsələn vətəndaş o dediyimiz məbləğlər də vətəndaşa ayrıla biləcək kreditin ümumi məbləği də hesablanarkən banklar birinci növbədə buna əsas tuturlar ki, sabahları vətəndaş ödənişi həyata keçirtmək iqtidarında olmayanda onun əmək haqqısından, yəni təbii ki də qanunvericilik var və onun əmək haqqından bugün 500 manat maaş alırsa, 500 manatın hər biri tutula bilməz onun əlindən alına bilməz. Bu məbləğ 50%-lə məhdudlaşdırılır. Yalnız aliment və sair nüanslarla bağlı qanunvericilikdə istisna var. Bu faiz məbləği artırıla bilər, amma banklarla bağlı bir mənalı olaraq həmin borc tələbi yalnız əmək haqqının 50% miqdarda tutulma həyata keçirilə bilər. Və dediyiniz məsələ isə işsiz olsa necə? Bu bankların üzləşdiyi və kredit təşkilatlarının, bank olmayan kredit təşkilatlarının üzləşdiyi ən ciddi problemlərdən biridir. Vətəndaşla müqavilə bağlayırlar, ona kredit verilir, məbləğ ayrılır, əmək haqqı yoxlanılır, son 6 ayın əmək haqqısını və s. məlumatlar çıxarılır, dövriyyəsi və s. Və birdən-birə vətəndaş işdən ayrılır, banklar tərəfindən həmin kreditin ödənilməsi, belə deyək də, icrası artıq çətinləşir, proses çətinləşir. Bəzi hallarda xüsusi icra qeydlərindən istifadə olunur banklar tərəfindən, bəzi hallarda isə məhkəməyə müraciət olunur.